Vikinglər tərəfindən gətirilmiş heyvanlar quraqlıq səbəbindən bir-bir tələf oldu. Fermerlər nə etsələr də səmərəli ot və ağac yetişdirə bilmədilər. Quraqlıq kənd təsərrüfatını mümkünsüz hala gətirdiyindən Skandinavlar Qrenlandiyanı tərk etməyə məcbur oldular. Onlardan yalnız çox az bir qismi ticarət məqsədi ilə burada qaldı. Qrenlandiyadakı həyatın əsl maraqlı tərəfi isə köklərinin minlərlə il əvvələ, buz dövrünə, bura piyada gələn qədim Mağolların, yəni İnuit xalqının yaşamına dayanmasıdır. Onlar bu torpaqları Skandinaviya dənizçiləri kimi sonradan kəşf etməyiblər. Qrenlandiya hələ ada olmayan zamanlarda bir quru əlaqəsi var idi və qədim Moğollar o dövrdə bu ərazilərdə yaşamağı seçmişdilər. Bugün Qrenlandiyada yaşayan az saylı insan cəmiyyəti 100 illər əvvəl bura ticarət üçün gəlmiş Skandinavların nəvələri və 1000 illər əvvəlki İnuit xalqının övladlarıdır. Skandinavlar yay aylarında bu ərazilərə gəlmiş və buranın əsasən yaşıl olduğunu görmüşdülər. Buna görə də bura yaşıl ölkə mənasını verən Qrenlandiya adını vermişdilər. Bu ad bugün də əcnəbilər tərəfindən istifadə olunur.